Bağışlayansan, mərhəmətlisən, qüsur tapmazsan, qüsur görmək üçün baxmazsan, sadə hekayələrə gözəl mənalar yükləyərsən, birini qəlbində böyüdüb göylərə qaldırarsan, incisəndə üzə vurmazsan, rahat bir vicdanın var deyə dünyaya dost, amma özünlə düşmənsən. Bəs belə bir insan hakimiyyətin 48 qanununu öyrənsə, mərhəmətlə hakimiyyət arasındakı ziddiyyəti görsə, həyatı necə dəyişərdi? Bu kitab insan münasibətlərinin gizli tərəflərini açır. Çünki insan münasibətlərində ən səssiz güc zehni manipulyasiyadır. Zehni manipulyasiya bəzən tənqid kimi, bəzən qayğı kimi, bəzən sənin xeyrinə deyilən bir cümlə kimi gəlir. Amma məqsəd eyni qalır. Səni öz gücündən uzaqlaşdırmaq. Unutma, insanı idarə etməyin ən təsirli yolu onun qorxularına, vicdanına və sevgisinə toxunmaqdır. Sənin mərhəmətin, sədaqətin, dürüstlüyün bəzən sənə qarşı silaha çevrilir. Bəzən sən sustuğun üçün digərləri yüksəlir. Bəs bu halda nə etməli? Robert Greene deyir ki, hakimiyyət sadəcə siyasətçilərin, kralların, liderlərin işi deyil. Hakimiyyət hər münasibətin içində var. Ailədə, dostluqda, işdə, sevgidə. Hər kəs istər fərqində olsun, istər olmasın. Bu qanunlara görə yaşayır. Başqalarını idarə etmək qabiliyyəti aqressiyanın istənilən alətindən qat-qat güclü silahdır. Amma fərq ondadır ki, bəziləri oyunu görür və idarə edir, bəziləri isə sadəcə oyunun içində olduğunu belə anlamır. Hakimiyyətin 48 qanunu sənə kin və hiylə öyrətmir. Sənə reallığı göstərir. İnsan təbiətinin qaranlıq, amma dəyişdirilə bilən tərəfini. Çünki bəzən qorumaq üçün sakit qalmaq lazım deyil, öz gücünü tanıtmaq lazımdır. Kitabın 23-cü qanununda deyir, siz bir oxla 2 hədəfə vura bilməzsiniz. Ona görə qüvvəni cəmləşdirməli, insanların zəif nöqtələrini bilməlisən. Amma unutma, bütün oyunların sonunda qalib olan öz enerjisini, öz istiqamətinə yönləndirəndir. Çünki kiminsə görməsi vacib deyil. Vacib olan sənin özünü itirməməyindir. Bu andan etibarən hakimiyyət sənin ətrafında deyil, sənin içində doğulur.